Hörmətli möminlər, axır zaman bilirsiniz, çox çətin bir zamandır. Bu zamanda iman saxlamaq həqiqətən çox çətindir. Əqidələr çox qarmaqarışıqdır. Necə deyim, fikirlər çox pərakəndədir. Allah adına edilən sözlər və əhkamlar çox ixtilaflıdır. Bir sözlə axır zaman din və iman qorumaq cəhətindən ən həssas dönəmlərdən biridir. Ən çətin, ən həssas dönəmlərdən biridir. Bu dövrdə, bu zamanda, bu qarşılığın içərisində doğru dəyərləri tapa bilən insanlar, düz yolu, həqiqət yolunu tapa bilən insanlar, əminəm ki, Sirat körpüsündən də sürətlə keçəcəklər. Amma bu dövrün qarma-qarışığına razı olanlar, bu ixtilaflardan özlərinə səadət yolu tapa bilməyən insanlar, düşünürəm ki, hər bir hesab mərhələsində çətinliklə qarşılayacaqları kimi elə Siratda da ayaqları büdrəyəcək. Əslində elə o Sirat körpüsü ki, bizim hamımız o körpünün üstündən keçmiş olacağıq, Quranımıza görə, hədisimizə görə, əslində o elə düz yolu tapmaq qədər incədir. O teldən nazikdir. Onun üçün deyiblər ki, bu qədər qarmaqarışığın içində doğru ilahi iradəni tapan insanlar həqiqətən o tel qədər naziliyi görən insanlardır. Və kəskindir, qılıncdan daha itidir. Bunun üçün ki, bu qarmaqarışıq insanı kəsər, doğruyar, əqidəsini, imanını, ümidini, hər bir hissini parça-parça eləyər. Onun üçün insan doğru yolu, doğru olan ünvandan əldə eləməlidir. Hörmətli möminlər, bu qədər qarışıqlıqların içində olan bir dövrdə, təəssüf ki, ən müqəddəs kitabımıza qarşı da qarışıqlıqlar hiss olunur. Yanaşmada olan yanlış formatlar hiss olunur. Quran adından əsaslanaraq yanlış hökmlərin çatdırılması hiss olunur. Yəni, Quran olsa da Quranın həqiqətindən uzaq qalmaq hiss olunur. Quranın cildi varsa da hökmlərini düzgün çatdırmaqdan ümmətimiz, insanımız biraz kasıbdır elə bil. Bunun da özünə məxsus səbəbləri varmış və biz də bu Quranın ayələrinin, hökmünün, nurunun müdafiəsi üçün məhz bizim ilahi qanunların məcmuəsi olan bu müqəddəs kitabımıza yanaşma tərzimizi düzəltməyimiz önəmlidir, şərtdir. Əziz Peyğəmbərimizin axır zaman haqqında dediyi sözlərdən biri budur. Sallallahu aleyhi və aleyh. La yəbqa minəl Qur'ani illa rəsmuhu. Peyğəmbər buyurdu, mərhum Kuleyni yazır bu hədisi kafidə. Deyir, dövür zaman gələr bir insanlara ki, Quran-ı Kərimdən, cildindən, rəsmindən, şəklindən, yeni tirajlarından, yeni nəşrlərindən, rəng-bərəng bu kimi işlərdən başqa Qurandan bir şey qalmaz. İnsanlar Quran oxuyar, amma insanlara Qurandan bir şey qalmaz. Quranın şəkli qalar. Ya Resulallah, bunun səbəbi, hikməti necə olacaq bəs? Niyə bu qədər müsəlman ümməti görəsən, ey möminlər, bu qədər Quran oxuduqları halda əziz Peyğəmbərimizin bu sözünə əsasən çox az insan Qurana layiqli bir şəkildə yanaşmış olacaq. Bunun səbəbləri nə olacaq? Və yaxud başqa bir mötəbər kəlməmizdə bir çox şeylər ki, qiyamət günü Allaha şikayət edəcək. Onlardan biri toz basmış Quranlardır, oxunmamış, əməl edilməmiş, yaxud oxunsa da mənaları təhrif olunmuş, düzgün anlaşılmamış Quranlardır ki, o da bir cilddə, bir simada öz Allahına şikayət eləyəcək. Deyəcək, məni oxudular, başa düşmədilər. Məni oxudular, əməl eləmədilər. Yaxşı, bu qədər işlərin içində düşünürəm ki, bizim də bu kitaba qarşı gözəl bir ədəb
bir erkanımız olmalıdır, yanaşma etikamız olmalıdır. Dediyim kimi bu kitaba nisbətdə idrak hadisələri doğru olmalıdır və s. və ilaxir və çox bəhslər. Bunları biz bir neçə günlər ərzində öyrənməyə çalışacağıq. Allah hamımızı Quran və Əhl-i Beyt aleyhimussalamın nuru ilə dünyada da, bərzəxdə də, axirətdə də, hər bir yerdə məhşur eləsin inşallah. Bu niyyətimizin icabətinə nurani salavat zikr elə. Allahümme salli ala Muhammed və ali Muhammed. Mərhum Əyyaşi Rizvanullah aleyh ən Cabirdən nəqlidir bu mötəbər, sənədli və möhkəm mübarək hədisi. Səəltu Əba Cəfər, aləmin nuru olan, aləmin hidayəti, hadisi olan imamımız İmam Muhammed Baqir aleyhissalatu vesselam belə buyurur. Cabir deyir, soruşdum, ən şeyin min təfsiril Qur'an. Mən Mövlam İmam Muhammed Baqir aleyhissalatu vesselamdan Kur'an'ın təfsiri hakkında bir şey soruştum. Açıklaması. Təfsir yani açıklama. Açıklaması hakkında bir şey soruştum. Fəəcabəni. Cabir deyir ki, Mövlam mənə cavab verdi. Verdiğim sualın cevabını aldım ondan. Sümme səəltü saniyə. Sonra ikinci dəfədə sualı soruştum. Ondan, Mövlamdan. Fəəcabəni bi cavabin axər. Mənə cavab verdi ama bu dəfə başqa cür cavab verdi. Önce bir ayrı tərzdə bir cavab vermişti. İkinci dəfədə Kur'an'ın təfsirindən soruştuğum zaman İmam Muhammed Baqir aleyhisselam cavab verdi ama bir başka mənada cavab verdi. Bakın, bazı insanlar elə bilir ki, İmam aleyhisselamın bu cür iki cür ayrı cavab vermesini dərhal ixtilaf və təzad kimi yazırlar. Yox. Yani imam burada belə dedi, orada belə dedi. Bəziləri çalışırlar bu fikri oyatsınlar ki, İmam aleyhisselam neuzubillah heç özü bilmir necə cavab verir. Gah belə deyir, gah belə. Xeyr, bu təzad değil. Bu onun batini mənasından çıxan 7, 8, 10 mənaların biri, ikisi, üçü deməkdir. İxtilaf değil ki bu. Təzad değil ki bu. Misal bir kəlmə işlənir ərəbcə. Eynun, gözə də deyirlər, bulağa da deyirlər, bir şeyin kökünə də deyirlər. Bu kəlməni müxtəlif yerdə işlətmək olur. Baxır cümləyə, mübtədasına, xəbərə, mətninə və s. Qur'an-ı Kərim də bəlağətlə zəngin olduğu üçün, Qur'an-ı Kərim də fəsahətlə zəngin olduğu üçün bizim məsum imamlarımız bir ayənin müxtəlif dərin mənalarda cavablandırıblar. Bu müxtəlif və dərin mənalar təzad deyil, şərhdir, bəyandır, izahdır, daha dolğun bəyan deməkdir. Aydındır mı əzizlər? Birinci bu haşiyəni sizə dedim, dönürəm mübarək hədisimizə. Mənə bu cavab deyəndən sonra fəqultu, dedim, cu'iltu fidak. Sənə canım qurban olsun. Cu'iltu fidak budur. Sənə canım qurban olsun. Kunta əcəbtə fi hazihil məsələti bi cavabi qeyri haza qəbləl yevm. Mövlam, mən bu təfsir hakkında sizden geçen günlerde soruşmuştum. Siz bugün dediğiniz cevaptan farklı bir cevap demiştiniz bana. Bu sualı size ben evvel vermiştim. Başka cür bir cevap vermiştiniz bana. İndi ise bir başka dolgun cevap vermiş olursunuz. Muhammed Baqir aleyhissalatu vesselam, nur imamımız, alemin hidayet mənbəyi olan peygamberin ümmete itaətini fərz və vacib etdiyi sözündən çıxdığın zaman üsyan və haram sayılan o böyük Mevlamız İmam-ı Muhammed Baqir aleyhisselam buyurdu ki, ya Cabir, inne lil Qur'ani bətnən. Ey Cabir, Kur'an elə bir kitabdır ki, onun kəlmələrində, mənalarında batin var. Batini mənaları var.
Quran elə belə kitab deyil ki, onu götürəsən, əli və alasan, oxuyasan və sən onun tərcüməsindən, nə bilim, hətta ərəbcə bilmiş olsan da belə, ərəbcə oxuyasan və buna əhkam kəsəsən, Qurandan hökmlər kəsəsən. Çünki Quran batini olan bir kitabdır. Batini dünyası var Quranın. İnnə lil Qur'ani bətnən və lil bətni bətna. Quranın hər bir ayəsinin, kəlməsinin, dəlalətinin, mənasının, fəsahətinin, bəlağətinin, surəsinin hər bir nöqtəsinin ki, batini mənası var, o batinin də tərkibində daha dərin batin mənalar var. Yəni, tək batin deyil ki, batini aləmdən, batini mənalardan içəriyə doğru dərin batini dünyaları var bu Qur'anın. Bəs onun üçün Peyğəmbər deyir ki, kim mənim əhl-i beytimi kənara qoyub Qur'anı tək tutsa, onun özünün getdiyi yol da zəlalətdir. Quranın əhl-i beyti qoyub kənara, mənim Quran-ı Kərimi tək tutub oxuyub özü üçün yol, qərar, mənhəc, nə bilim, əhkam, halal və haram kimi məsələləri təkcə Quranla düşünüb anlayacağını bilsə, o cür əməl eləsə, o cür qərar versə, bu yolun da sonu səadət deyil. Allah Resulü sallallahu aleyhi və aleyh buyurur ki, فَإِنَّهُمَا لَنْ يَتَفَرَّقَا hətta yəridə ələyyəl havz. Həzrət buyurur, çünki bu iki əmanət, ilahi kitab, konstitusiya, onun mütəxəssisləri, müəllimləri, əziz Peyğəmbərimiz və sonra 12 məsum imamımız və Həzrət-i Zəhra salamullahi aleyhanın da ora əlavə etməklə 14 məsum anlayışı, bu iki böyük ağır əmanət Kövsər hovuzunda mənə çatanacan bir-birindən ayrılmazlar. Kim onların birini tutub birini bıraxsa, gedəcəyi yolun sonu zəlalətdir, zəlalətin sonu cəhənnəmdir. Allah bizi qorusun belə ağır əzablardan inşallah. Mövlamızın kəlməsindən davam edirik. Sonra buyurur ki, وَزَهْرًا وَلِلْزَهْرِ زَهْرًا. Quranın batininin olduğu kimi, batinindən də başqa bir batin qapıları açıldığı kimi, bəli, Quranın zahiri də mövcuddur. Oxuduğun ayələr zahirdir. Hətta o zahirdən də üstün daha çox zahiri mənalar var. Yəni, oxuyursan, ağlıva bu cür gəlir. Amma sən demə o cür deyilmiş. Zahiri məna budur. Yəni oxuyursan, elə bilirsən başa düşdün, amma sonra bir başqa şeylər olur, bir başqa, necə deyərlər, Peyğəmbər və imam sözü gəlir, çıxır həmin ayənin izahı haqqında, dərhal anlayırsan ki, heç də mən düşündüyüm kimi deyilmiş. Heç də mənim yanaşdığım kimi deyilmiş. Deməli, əslində mən həmin ayəyə şəxsi düşüncəmlə yanaşmışammış və bundan böyük zəlalət olmaz. Qurana qarşı bundan böyük xəyanət sayıla bilməz, hörmətli möminlər. İndi diqqət eləyin, İmam Muhammed Baqir aleyhissalatu vesselam bu mübarək kəlməni dedikdən sonra sözünü necə davam etdirir? Ruhuna, ölənlərimizə şifaətçi, qalanlarımıza və bizə hidayətimiz üçün duaçı olması niyyətilə uca Mövlamız İmam Muhammed Baqir Ulûmün Nebiyyin aleyhisselamın uca ruhuna nurani salavat zikrelə. Allahümme salli ala Muhammed. Ya Cabir, ey Cabir, leyse şey'un eb'adu min ugulir rical min tefsiril Kur'an. Ey Cabir, Quranın açıqlaması baxımından, Quranın təfsirinə ən uzaq olan şey insanların ağlıdır. Bir də deyirəm bu sözü, diqqətlə qulaq asın. Leysə şeyun əb'adu min uqulir rical min təfsiril Quran. Quranın açıqlamasına insanların şəxsi düşüncəsindən uzaq olan İkinci şey təsəvvür eləmə. Yəni sənə desələr ki, bir şeyin bir şeydən ən uzaq olmasını mənə göstər, deyərsən ki, biri Quran, biri insanların ağlı. Bu iki şey bir-birinə təsəvvür olunmayacaq qədər uzaqdır.
İndi deyərsən, bəs Quran necə hidayət edir bizi? Necə gəlir bizi hidayət edir? Əgər ağlımızdan bu qədər uzaq olacaqdırsa, düşünüb tapa bilməyəcəkdiksə, bizə necə hidayət edir? Mən dərhal burada imamət məsələsini, vilayət məsələsini, Peyğəmbərin dediyi sözlərə əsasən cavabında təqdim etməliyəm ki, çünki Quran elə bir elmin məcmuəsidir, onu Peyğəmbərinə verib. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm mötəbər kəlmələri ilə özündən sonra Əmirül Müminin aleyhisselam və 11 balasına ötürüldüyünü deyib. Yəni ilahidən mənsub budur. Bizim etiqadımız Peyğəmbərin hədislərinə istinadən imam mənsub olar. Mənsub nə deməli? Yəni biz seçmərik, seçilər o. İlahidən seçilər, onu nəsb edər. Nəsb edən kim olar? Yəni İslam Peyğəmbəri sallallahu aleyhi və aleyh. Ya Cabir, bir də bu təbiri oxuyun. Bu sözü tez-tez deyəcək. Biz bu neçə günlər ərzində Quran dərslərimizdə, Quran mühazirələrimizdə deyəcək. İnsan ağlı və Quranın təfsiri. Bu iki şey qədər biri digərindən uzaq fikir ola bilməz. Yəni demək istəyir ki, Quranın ayələrinin mənaları, mənalarından çıxan hökmlər, o hökmlərə əməl etməklər, halallar, haramlar, vaciblər, nə bilim, müxtəlif insanın dünya və axirətini ehtiva eləyən nə qədər ki hökmlər var, bu insanın şəxsi düşüncəsi ilə oxuyub qərar verəcəyi bir məsələ deyil demək istəyir. Nə üçün? Diqqət eləyin. Baxın, İmam Muhammed Baqir aleyhissalatu vesselam necə buyurur? Deyir ki, İnnəl ayətə, çünki bu kitabın bir ayəsi lətəkunu əvvəluha fi şeyin. Çünki bu kitab elə bir kitabdır ki, bu kitabın bir ayəsi əvvəli bir şeyə dəlalət edir. Və axiruha fi şeyin. Həmin ayənin axırı tamamilə başqa mətləbə dəlalət edir. Yəni əvvəli başqa şeydən danışır, sonu başqa yerə çıxır. Sən bu şeyləri, bu fərqlilikləri, bu dərinlikləri bilmədiyin halda ki, buna insan öz ağlı ilə qəti yol tapa bilməz. Bəs onun üçün Quran oxuduğumuz halda Quran bizi hidayət eləmir. Onun üçün Quran oxuduğumuz halda birləşə bilmirik. Onun üçün çox şeylər var. Adam oturur öz-özünə əhkam kəsir. Allah deyir, Quranda belə deyib. Sən hardan bilirsən? Bu Quranın sadəcə deyim əziz möminlər, %10, %5, %8% ki möhkəm ayələr olmuş ola. Hə, onların nisbətən başa düşə bilərik öz başımıza. Denən Allah təkdir. Hə, bunu başa düşmək olar. Amma bütün Quran bu deyil. Hətta Quranın çoxu bu deyil. Ən azıdır bu. Əksəriyyəti kodlaşmış, şifrələşmiş, necə deyərlər, xüsusi insanlara elmi şuuru dərrakəsi, xüsusi insanlara əta olunmuş bir qanunvericilikdən biz danışırıq. Nə qədər ki 12 imamın mötəbər hədisləri işıq üzü görmür, o qədər də Quranın həqiqi mənaları işıq üzü görməyəcək. Bunu da bir xüsusi qeyd edib yazarsınız. Yazırları bir müəllifin sözü olaraq falan olaraq. Düzdür, mən o etiqadda insan deyiləm. Əhl-i Beytin hədisinin qabağında qeyri-məsum insanın şəxsi düşüncəsinə bir zərrə belə ehtiyac yoxdur. Amma bu sözlər, bəzi insanların düşüncələri elə mötəbər hədislərdən qaynaqlanırsa olar. Onlardan biri də budur. Mən deyirəm, altına da imza atıram. Nə qədəri ki 12 məsum imamın nur mötəbər kəlmələri insanların beynində, məclisində, evində, təhsilində, ibadətində, hər şeyində, nə qədər ki o 12 məsum insanın, imamın mütəhhər elmi işıq üzü görmür, o qədər də Quranın həqiqi mənaları işıq üzü görməyəcək. Mən bir də hədis oxuyum, qorxun biraz. Rubbə talil Quran vəl Quranu yələ'ənuh. Hədis deyir ki, mən birinci dəfə yadıma gəlir, bu hədisi dərs oxuyurdum, tələbə vaxtı ustadın yanında, o an oxuyanda qorxmuşdum. Yəni, yaxşı mənada titrəmişdim. Rubbə talil Quran vəl Quranu yələ'ənuh. Nə çox Quran oxuyan var ki, Quran özü ona lənət oxuyur. Çünki ədəbi ilə yanaşmır.
əhkamıyla yanaşmır. Lazım olan mənəvi materiallarla yanaşmır. Rubbə talil Quran. Rubbə talil Quran. Həmən xəvariclər Biharul Ənvarda bunları nümunə olaraq deyirəm və hədis sona çatdı. Yekunlaşdırırıq söhbətimizi. Biharul Ənvarda keçir bu dastan. Əmirül Müminin əleyhissalam Kumeyl olur yanında, xəta etmirəmsə. Gecə Kumeyl deyir ki, Mövlamızla məsciddən sübə yaxın idi. Çıxdıq küçə ilə evə doğru gəlirdik. Evlərin birindən elə gözəl Quran səsi gəlirdi. Bir nəfər Quran oxuyurdu. O qədər gözəl oxuyurdu ki, Kumeyl ağladı. Yəni Kumeyl kimi bir insan təsirləndi. Kumeyl təsirləndi, ağladı. Əmir əl-Möminin buyurdu ki, ey Kumeyl, bu Quran oxuyanların bu bəhbəhli, cəhcəhli avazları o qədər də səni aldatmasın. O qədər də səni tutmasın. Yəni avaz aşiqi olma. Bunu demək istəyir. Səsin aşiqi, səs də lazımdır. İnsanın, necə deyərlər, beyninin düşüncəsinə səsin frekansları, avazın formatı da önəmlidir. Elə səs var ki, adamın əsəbdən çıxardar. Elə səs var ki, insanı, necə deyərlər, məlhəm olar, laylay çalar insana sanki. Mövla buyurdu ki, ey Kumeyl, hər Quran oxuyanın belə avazdan oxumağına elə də allanma. Zaman gələr deyərəm sənə. Rivayətdir ki, zaman keçdi, dövran keçdi, işlər dəyişdi. Bilirsiniz, nə hadisələr oldu ki, bir dəstə insan Əmirül Müminin əleyhissalama qarşı üsyana qalxdılar. Xəvariclər deyirik biz ona, nə deyirik biz ona, işim onda yox. Orada çox müharibələr oldu, insanlar qırıldı, qollar, ayaqlar, başlar kəsildi. Bu adam iki gecə bəhbəhlə evində Quran oxuyurdu Hacı ağa. Bu gəldi Əmirül Müminin əleyhissalama düşmən oldu. Gəldi düşmən tərəfindən Allah Peyğəmbərinin məsum təyin etdiyi hüccətə müxalif oldu. O da öldü, onun da başı kəsildi. Mövla orada Kumeyli çağırdı, dedi Kumeyl gəl bura. Sənə mən yadındadır demişdim. Bir zaman bir Quran oxuyurdu, xoşun da gəlirdi, avazın səni ağlatmışdı da. Bax bu kəsik baş o oxuyan Quran idi. Bu oxuyurdu Quranı. İndi Quranın təyin elədiyi Peyğəmbər və imamının əleyhinə çıxır. Bəs nə bilirsən? Rubbə talil Quran vəl Quranu yəl'ənuh. Nə qədər Quran oxuyan var, Quran özü ona deyir, lənət oxuyur. Şərtləri budur. Əziz möminlər, davam edəcəyik. Və huvə kəlamun muttəsəl, elə bir kəlmədir ki, fərqli ittisal odur, yozula bilər. Yunsərafu əla vücuhin, müxtəlif cür yozula bilər. Müxtəlif cür. Biri deyər ki, ayə mənə görə buna dəlalət etdi. Biri deyər ki, xeyr, mənə görə belə dəlalət etdi. Eyni ayə. Bir sözü müxtəlif cür yozula bilən kitabdır Quran. Onun üçün də onun mütəxəssisinin fərqli yozumları aradan qaldırıb doğru mənanı çatdırması. Bizə də onu öyrənmək, ona əməl eləmək düşər ki, bundan başqa heç bir səadət yolu yoxdur. Elə bir sənədimiz yoxdur, elə bir söz yoxdur. Allah bizi Peyğəmbərimizin əmanət etdiyi o böyük iki ağır əmanətə, Quran və Əhl-i Beyt elminin birliyinə, Quran və Əhl-i Beyt aleyhisselamın nurunun birliyində sabit qədəm eləsin, müxalif düşüncələrdən, yanlış fikirlərdən Allah ruhumuzu hər zaman təmiz və pak saxlasın inşallah. Vəsselamu aleykum və əla mən ittəbə'al huda cəmiən və rəhmətullahi və bərəkatuh. Peyğəmbər, ali Peyğəmbərə bu məqamda nurani salavat zikr elə. Allah.